Salam, əziz şagirdlər və müəllimlər, hər birinizi xoş gördük. Bugün sizlərlə artıq 11-ci sinif məktəb dərsliyinin 5-ci mövzusu kondensatorların birləşməsi ilə qarşınızdayım. Bilirik ki, kondensatorların birləşməsi 8-ci sinif dərsliyindən biz artıq tanış olmuşuq. Belə ki, elektrik dövrələrini quran zaman müxtəlif cihazların sxemlərindən istifadə edə bilərik. Lampa, rezistor, reostat, zəng, birləşdirici naqillər, açarlar, qalvanik element, sarğac, akkumulyator və n sayda digərlərini qeyd etmək mümkündür. Və biz dövrələri quran zaman əsas bir şey diqqət yetiririk. Ardıcıl və paralel birləşmə. Belə ki, ardıcıl birləşmə zamanı biz əgər lampaları ardıcıl şəkildə birləşdirmişiksə, bu zaman mütləq şəkildə cəryan şiddətləri bir-birlərinə bərabər olmalıdır. Gərginliklər cəmlənir, müqavimətlərin isə öz qiymətləri cəmlənmiş olur. Və əgər müqavimətlərin qiymətləri eyni olarsa, sadəcə olaraq birini götürüb sayına vurmağımız kifayət edəcəkdir. Paralel birləşməyə gəldikdə isə paralel birləşmədə sanki alt-alta yerləşibdilər. Paralel birləşmə zamanı gərginliklər bərabər, müqavimətlərin tərs qiymətləri, küylərin də qiymətləri, daha doğrusu ilərin də qiymətləri cəmlənmiş olacaqdır. Əgər müqavimətlərin qiymətləri eyni olarsa, paralel birləşmə zamanı birini götürüb sayına bölməyimiz kifayət edəcəkdir. İndi isə gəlin burada motivasiya verilən hissəni sizlərlə bir yerdə araşdıraq. Çünki bu günləri sizlərlə kondensatorların ardıcıl və paralel birləşməsi ilə tanış olmuş olacaq. Praktikada çox vaxt elə olur ki, sıradan çıxan məişət texnikasını təcili təmin etmək üçün lazım olan nominaldan elektrik tutumlu və gərginlikli kondensator olmur. Və belə halda müxtəlif nominal kondensatorlardan tələb olunan nominal almaq lazım gəlir. Bunun üçün də onları birləşdirmə qaydasını mütləq şəkildə bilmək lazımdır. Və kondensatorda rezistor kimi dövrəyə ardıcıl və paralel birləşə bilər. İlk öncə başlayırıq kondensatorların ardıcıl birləşməsinə. Kondensatorlar ardıcıl birləşmə zamanı bir düz xətt üzərində yığılırlar və kondensatorun ardıcıl birləşməsində yüklər bir-birlərinə bərabərdir. Bu zaman yüklər bərabərdirsə, gərginliklərin qiymətləri cəmlənir. Burada indi dövrdə 2 dənə kondensator olduğuna görə 2 U1 plus U2 şəklində qeyd olunubdur. N sayda ibarət olarsa, N sayda gərginliyin qiymətini mütləq şəkildə toplamalıyıq. Daha sonra seylərə gəldikdə, tutumlara gəldikdə isə ardıcıl birləşmə zamanı seylərin tərs qiymətlərindən istifadə olunmuş olur. Ardıcıl birləşmə zamanı biz əgər qiymətlər eynidirsə, yəni kondensatorun tutumlarının qiyməti eynidirsə, sadəcə olaraq birini götürüb sayına bölməyimiz kifayət etmiş olacaqdır. Və ardıcıl birləşmə zamanı Q sabit olduğundan biz enerji ilə arasında əlaqə yaratsaq əgər kondensatorun tutumunun, bu zaman Q kvadratı bölünsün 2C ifadəsindən istifadə etmiş oluruq. Bu halda W C ilə tərs mütənasib asılı olmuş olacaqdır. Və ardıcıl birləşmə zamanı Q sabit olduqda U ilə C bir-biri ilə bir növ tərs asılılıq yaratmış olacaqdır. İndi isə davam edirəm kondensatorların paralel birləşdirilməsi. Kondensatorlar paralel birləşdirən zaman ümumi yüklərin qiymətləri cəmlənir, gərginliklər bir-birlərinə bərabər olur, seylərin qiyməti, yəni tutumların qiyməti də cəmlənmiş olacaqdır. Əgər kondensatorların tutumları eynidirsə, sadəcə olaraq birinin qiymətini götürərək sayına vurmağımız kifayət etmiş olacaqdır. Və enerjini əlaqələndirdikdə W bərabərdir, CU kvadratı bölünsün 2 ifadəsindən istifadə edirik. Bu zaman paralel birləşmədə U sabit olduğuna görə enerji C ilə düz mütənasib asılı olmuş olacaqdır. Davam edirəm araşdırma hissəmizlə. Kondensatorun xarakteristikası necə dəyişmiş olar? Elektrik tutumları C1 bərabərdir 3C, C2 bərabərdir 4C olan 2 müstəvi kondensator paralel birləşdirilibdir. Birinci kondensatorun uzunlarındakı gərginlik əgər
12 voltdursa, bu zaman digər hissədə, yəni ikinci kondensatorun gərginliyinin qiyməti nəyə bərabərdir? Belə ki, paralel birləşmə zamanı bütün nöqtələrdə gərginliklər eyni olduğuna görə, deməli ikinci kondensatorlarda gərginliyin qiyməti 12 volta bərabərdir. Sonra bu kondensatorlar bateriyasının ümumi elektrik tutumu nəyə bərabərdir? Cəmlərinə, yəni C1 plus C2 o da bərabərdir. 3 plus 4-dən bizə 7 joulu vermiş olacaqdır. İkinci kondensatorun enerjisi nəyə bərabərdir? Bu zaman bizim istifadə edəcəyimiz ifadə W bərabərdir C U kvadratı bölünsün 2 ifadəsini əsaslanaraq deyə bilərik ki, U sabit olanda WC ilə düz mütənasib olmuş olur. O halda W2 bölünsün W1-in yerinə yazıram 96. Bu da bərabərdir. C2-nin qiyməti 4 bölünsün. C1-in qiyməti 3 şəklində yazaraq buradan W2-ni təyin etmək üçün 4 vur 96 bölünsün 3 şəklində qeyd edə bilərəm. 3 dən 96-nın ixtisar aparanda 32. 32-ni də 4-ə vuranda 128 ifadəsini almış olaram. Sonra nəticəni deyil müzakirə edin. Eyni gərginlik mənbəyinə qoşulmuş kondensatorlar bateriyasına hansı halda enerji çox toplanar? Paralel birləşdikdə, yoxsa ardıcıl birləşdikdə? Əgər gərginlik sabitdirsə, ardıcıl birləşmə zamanı tərs qiymətləri götürülmüş olur. Amma paralel birləşmə zamanı öz qiymətləri cəmlənmiş olduğundan paralel birləşmə zamanı daha böyük qiymət ala bilər. Davam edirəm, həyatla əlaqələndirin. 11-ci sinifdə oxuyan Arif babasının xahişi ilə xarab olan radio qəbul edicisini təmir etdirmək üçün servisə apardı. Aparat yoxlandıqda məlum oldu ki, tutumu 12,5 mikrofarad olan kondensator yanmışdı. Servisdə həmin nominalda kondensator yox idi. Lakin usta 2, 5, 6 və 6 tutumlu 4 kondensatoru elə birləşdirdi ki, alınan kondensatorla bateriyası tələb olunan nominalı, yəni 12,5-i versin və bu zaman radio işlədi. Onda deyir ki, usta sizcə bunu necə birləşdirmişdi? Yəni hansı bir dövrəni qurmuşdu? İndi bax o dövrəni necə qurmuşsunuz? Onları mənə sözlə şərh bölməsində qeyd etməyinizi istəyirəm. Aha, indi gəldik, özünüzü qiymətləndirin. Bunu videonu bax elə həmin bu hissədə dayandırırsınız, başlayırsınız özünüz cavablamağa. Sonra isə videonu dayandırdığınız yerdən başlayırsınız izləməyə və mən hər birini sizlər üçün artıq orada izah etmiş olacağam. Kondensatorların ardıcıl və paralel birləşdirilməsi rezistorların uyğun birləşməsi nə ilə fərqlənir? Məsələn, biz rezistorda danışan zaman I-dən, U-dan, R-dən danışdıq. Kondensatorlarda isə C-dən, Q-dən, U-dan danışdıq. Kondensatorda ardıcıl birləşmə zamanı C-lərin ters qiyməti, rezistorda isə belə deyək də U-nun sabit qiyməti, yəni paralel birləşmə zamanı R-lərin ters qiymətlərini istifadə elədik. Baxın, kondensatorun paralel birləşmə zamanı qiymətlərini topladıq, amma ki, rezistor olan dövrədə ardıcıl birləşmə zamanı gərginliklərin qiyməti toplanmış oldu. Bu, həmçinin digər kəmiyyətləri də mütləq şəkildə fərq etmiş olur. 2. A və B nöqtələri arasındakı gərginlik 9 voltdur. Kondensatorların elektrik tutumları isə biri 3-dür, biri də ki 6 necə birləşibdir? Ardıcıl. Ardıcıl birləşibsə mütləq şəkildə yüklər bir-birlərinə bərabərdir. Q bərabərdir. C vurulsun. C ardıcıl vurulsun U şəklində təyin edə bilərik. Və kondensatorun uzlarındakı gərginlikləri Q sabit olanda C ilə U arasındakı tərs mütənasibəyə əsaslanaraq təyin etmək mümkündür. Sonra 3. Burada hər birinin qiyməti 1 mikrofarad olan qarşılıq birləşdirilən kondensatorlar bateriyasının ümumi elektrik tutumunu təyin edir. Burada diqqət etsək, C1 və C2 ardıcıl birləşibdir. Onda deyə bilərik ki, bu hissə eləyir C bölünsün 2. Bunlar paralel birləşib 2C. Bu hissə isə yenə eləyəcəkdir C. O zaman nə edirsiniz? C böl 2 plus 2C plus C. Bu da bərabərdir. Ortaq məxrəc kimi 2 götürsəm, C plus 4C plus C-yə. Bu da bərabər olmuş olacaqdır. 6C bölünsün 2. Bu da bizə 3C-ni
vermiş olacaqdır. Əgər kanalımız sizlər üçün faydalı olursa, kanalımızı bəyənib abunə olmağı unutmayın. Və bu mövzu mütləq şəkildə sertifikasiyada bir sualımız həmin bu kondensatorların birləşdirməsinə aid olan suallardan biri olacaqdır.